Qədim dövrlərdə belə bir rəvayət var idi. Qurdlar öz yemlərini ovlamamışdan qabaq onları baxışları ilə qorxudurdular. Bilirsiniz necə? Gördüyünüz bu Mercedes GLS 55'dəki kimi. Hər kəsə salam dostlar, mən Muhammed Xudiyev və bu gün qarşınızda indiyə qədər çəkdiyim ən vəhşi, ən amansız, ən güclü avtomobili təqdim edirəm. Hansıdır deyərsiniz? Mercedes GLS Olivier M113K 5.4 kompresor. Zavod 470 gücüdür. Amma əsər əlaməti yoxdur zavoddan bu maşında. Gəlin göstərim. Keçir avtomobilimizin incələməsinə. Səbirli olun, videodan çıxmayın. Çox maraqlı şeylər görərsiniz bu videoda. Ön hissəmizdə bizim böyük bir AMG buferimizdir. Gördüyünüz o öyrəşdiyiniz 3 əl boyda Olivier'in öz faralarıdır. Bizim böyük ablitsovkamız, nömrəmiz. Ön hissəmiz belə. Bu da radiator barmaqlıqlarımız. Gördüyünüz kimi xromdur. Mercedesimizin logosu. Keçirik yan tərəfimizə. Yan tərəfimizdə gəlirik təkərimizə. Təkərimizin ölçüləri 245-40-19 ölçüdə bizi Arcion'un təkərləri qarşılayır, diskləri. Rəngi çox qəşəngdir. Bizim burada AMG gördüyünüz kimi aporlarımız var. Keşi apornudur. Daha yaxşı soyudulmaq üçündür. Siz sürəti təsəvvür edin. Gəlirik yan hissəmizə. Burada bizi V8 kompresor yazımız qarşılayır. Sonra təbii ki, avtomobilimizdə açarsız daxil olma funksiyası var. Gəlirik arxamıza. Arxa tərəfimizdə eybi yox olan şeydir. GLS 55 yazımız bizi qarşılayır. Burada mükəmməl. AMG egzoz çıxışlarımız, park radarlarımız, yenə nömrəmiz və Mercedesin ablitsovkası. AMG belə. Bu avtomobilin əsas hissəsi bunun xarici görünüşü deyil, daxilidir. Yəni interyer də yox. Kapotun altı. Hazırsınız? Gedirik yavaş-yavaş. Çıxmayın videodan. Sizə bagajımızda olan avtomobilin əsas yanacaq mənbəyini də göstərirəm. Hoppa, bagajımızı qaldırırıq. Redline. Avtomobildə hər şey redline'dır. Yəni redline'ı da bilirsiniz. Burada bizim AMG'nin qutusunu görürsünüz. Bu nədir? Etanol. Avtomobilin daha çox at gücü qazanmaq üçündür. İndi buranı da açacağım sizin üçün. Bəli. Burada gördüyünüz nədir? Mən sizə izah edeyim. Avtomobili daha yaxşı at gücü vermək üçün, deməli, soyutmaq üçün. Nəyə soyutmaq üçündür? Onu burada tapı yazacağım. Bura nəyə soyutmaq üçündür? Bunun içinə buz tökürlər. Hansı ki, bu motoru səhv eləmirəmsə at gücünü artırmaq üçün soyudur ki, yəni buzla işləyir. Bunun üçün bu dəqiqə buzla, su ilə doludur. Ən önəmli hissəmiz də belədir. Buramızı da bağlayırıq. Avtomobillə də bağlı kimin nə sualı olsa, Dərnəgüldə Həkim Baba servis var, TikTok səhifələri də var, girib yazıb baxa bilərsiniz. Avtomobil sahibi də odur. Təşəkkürlərimi bildirirəm buradan avtomobil üçün. Bagajımızı bağlayırıq. Amma belə 98 tökürlər. Burada bizim benzin bakımızdır. Deməli, nə yazılıb? Heç nə yazılmayıb. Prosta mən onu deyə bilərəm ki, avtomobil 98 ilə işləyir. Yəqin burada başa düşər sözünüz. 98, üstə gəl Y50 etanol. Gəlirik hara? Avtomobilin ən maraqlı hissəsinə. Kapotun altına. Hazırsınız? Kapotumuzu açırıq. Gəlirik o əfsanəvi mühərrikin yanına. Yaxından çək, gəl yaxına. Hazır. 1, 2, 3. Çək. Gördüyünüz M113 kompresor 5.4 amma 700 at gücü. Deyərsiniz necə olur? Bəs sən nə danışırsan, ağızba gələni danışırsan, necə 700 at gücü? Bu avtomobildə bayaq dediyim kimi etanol var. Yəni maşın uçur, dayanmır yerində. Hava filtrlərimiz, bizim kompresorumuz qızılı falqa ilə bağlanıb. Onlar nədir? Intercooler orijinal AMG'dir də, bəli. Onlar öz istehsal olunub. Yerli istehsal, ustamız tərəfindən istehsal olunub. Qabaq intercooler böyüdür, Gürcüstana aiddir bir təkər. Qabaq intercoolerimiz Gürcüstanındır, VTEC. Məncə VTEC-i tanıyırsınız, mən də tanıyıram. Hazırsınız, gedək avtomobilimizin... Dünya üzrə, yəni kompresorların atasıdır da belədir. Bir dənə də deyim, VTEC dünya üzrə kompresorların atasıdır. Keçək səsinə də qulaq asacağıq. Bir dənə interyerini də göstərim sonra. Gəlirik avtomobilimizin arxa hissəsinə. Avtomobil biraz qocalıb, necə deyirlər, hər gözəlin bir evi var. Düzdür, bunda bir dənə deyil, bir neçə dənədir. Gördüyünüz kimi bizim burada əvvəl külqabı olub, indi bilmirəm nədir. Arxa hissəmiz haqqında sizə belə deyim,
Yəni arxa hissəmiz çox dardır. 1.72 boyunda bir adam üçün, mən 1.72-yəm. Yəni başım demək olar dəyir, bu bir mənfidir. Nəzərə alsaq ki, arxası belə balacadır, ev yox. Diz məsafəmiz də biraz dardır, indi silinkamız da biraz arxayadır. Yəni belə, orta hissəmizdə bizim belə barımız var, 2 dənəli. Bunu mən təəccüblənmişdim ilk göründə. Sonra burada 12 voltluq tuşlar demiş, çakmaklığımız var. Burada yine külqabı falan. Burada bizim klimatımızın idarə olunmağıdır. Daha sonra buranı açırıq. Burada nə var? Burada bizim belə bir cibliyimiz qarşılayır. Sonra bura qolumuzu qoya bilirik. Və buranı bağlayırıq. İşıqlarımızdır. Sizə aparıram avtomobilin ön hissəsində, ən önəmli hissəsində. Maşın biraz köhnə olduğu üçün siz qocanı qoca görməyin, gecə görün. Yox. Bizim burada memory paketimiz var, gördüyünüz kimi. Hər biri də işlək vəziyyətdə tək. Bəli. Səs sistemimiz təbii ki, Harman Kardon. Şüşələrimizin qaldırılıb enməsi. Bu hissəmiz indi ev yox, olan şeydir. Bir daha bunu düzəldim. Aha. Gəlirik avtomobilimizin iç hissəsinə. Burada AFM-imizdir. Burada fuel göstəricisidir. Yəni etanolla, hava ilə etanolun qarışığını göstərir. Gəlin sizə burada bunu da göstərim. Gördüyünüz kimi metanolumuzun idarə etmə paneli. Yəni burada dərəcəsini nəyinsə ayarlamaq olur, bilmirəm. Amma yəni nə işlə deyəmərəm. Gördüyünüz kimi AMG rolumuz var, yığılma rolumuzdur. İndi avtomobili bir dənə xodlamayacağım, amma lükunu da açaq. Bəli, lükumuzu da açırıq. Lükumuz belə. İndi istəyirəm yavaş-yavaş keçək ən əsas mərhələyə. Avtomobilin, yox, bir dənə bunu da deyim. Burada gördüyünüz kimi bizim avtomobilin pnevmasının qalxıb enməyi var. Dostlar, indi isə avtomobili yüngül test drive eləyəcəyik. Hazırsızsa getdik. Yəni adicə ayağımı qazdan çəkirəm, maşın özü uçur. Rolun yüngüllüyü falan da ki, həmişə söyləyir. Qaz vermirəm bu dəqiqə, avtomobil özü gedir. Rolumuz da yumuşaq roldur. İndi qaz verəcəm, amma burada yox hal-hazırda. Bir dənə boşluq yerə çıxaq, sizə əsl necə qaz vermək lazımdır göstərəcəm. Ooo! Ağzısı burada yüngül sıxacam bir dənə. Çəksən. Yəni biz də biraz sürəniyik, yüngül. Ona deyim ki, rolu falan çox yumuşaqdır. Qaz verirəm, maşının qabağı qalxır. İndi isə sizə 700 at gücünün əfsanəvi səsini göstərəcəm. Hazırsınız? Getdik. Davay, ver. Uy. Saxla, saxla. O nə dala? Dostlar, çox aqressivdir də, yəni belə bir şey yoxdur. Dostlar, bir videonun da sonuna gəldik. Kanala like atıb abunə olun. Bu tip avtomobilləri mənim kanalımda çox görəcəksiniz. Əgər marağınızı çəkirsə, kanalı izləməyi alın və gözləmədə qalın.